böyrəyə ən çox zərər verən içkilərin arasında gəlirdi şirin qazlı içkilər, yəni kola, fanta, sprite və s. saymaq olar bunları. Amma ürəyə ən çox zərər verən birinci yerdə olan içki isə alkoqollu içkidir. Ona görə ki, alkoqol içdikdə ani nəbz artır, qan dövranı sürətlənir və aritmiya yaranır. Yəni nəbzin qalxması, düşməsi, qalxması, düşməsi. Bu da sonradan təzyiq xəstəliyinə, panik atakların yaranmasına və başqa psixoloji, nevroloji xəstəliklərə səbəb olur. Eyni zamanda da dediyimiz kimi ən çox yükə düşən də elə ürək olur. İkinci yerdə isə qazlı və şəkərli içkilərdir. Siz təsəvvür eləyin ki, bir insan normal qidalansa, yəni gündəlik kalori ehtiyacını alacaq şəkildə qidalansa və üzərindən də 1 litr kola içərsə, bu ildə 10 kiloqram kökələ bilər. 1 litr Coca-Cola'nın tərkibində təxminən 15 xörək qaşığı şəkər var. Bundan başqa dadlandırıcılar, müxtəlif kimyəvi reaksiyaya məruz qalmış maddələr ümumilikdə bədəni yüklüyür. Təbii ki, böyrəklərimizdən sonra ürəyimizə də ciddi şəkildə zərər vurur. Araşdırmalara görə gündə bir şüşə şəkərli içki içən insanlarda ürək xəstəlikləri və şəkər riski 20%-ə qədər artır. Üçüncü zərərli içki isə enerji içkiləridir. Bu artıq hamıya məlumdur. Enerji içkiləri də qan dövranını anidən yüksəldir. Eyni zamanda bir balaca bankada, yəni 330 millilitr olur təxminən olar. 15 çay qaşığı şəkər tozu var. Kafein var tərkibində. Eyni zamanda süni dadlandırıcılar var. Birbaşa, yəni özünə qəsd etməkdir. Bəs nə içmək daha doğrudur? Bütün diyetologlar, bütün həkimlər, bütün qida mütəxəssisləri bir mənalı olaraq insan orqanizmi üçün ən faydalı içkinin su olduğu qənaətindədirlər.